sona çatdırarkən Türkiyənin prezidenti hörmətli cənab Süleyman Demirel'e bu rəsmi dəvətə görə, bizə burada göstərilən qonaqpərvərliyə görə, bizə göstərilən dost, qardaş münasibətinə görə, bizdən aparılan çox səmərəli işlərə görə, əldə olunan nəticələrə görə və imzalanmış sənədlərə görə təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Bizim bu səfərimizin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahədə dərinləşməsi və inkişaf etməsi haqqında həm danışıqlar apardıq, həm də bunu təmin edən normativ hüquqi sənəd olaraq böyük bir müqavilə anlaşma imzaladıq. Bu anlaşma, bu müqavilə Türkiyə-Azərbaycan strateji əməkdaşlığının, işbirliyinin dərinləşməsi haqqında olan anlaşmadır. İndiyə qədər Türkiyə ilə Azərbaycan arasında çox müqavilələr, anlaşmalar, sazişlər, sənədlər imzalanıbdır. Onların hamısı əhəmiyyətlidir. Onlar bizim bütün sahələrdə əməkdaşlığımızın hüquqi normativ əsaslarını təşkil edir. Biz bugün həmin bütün o müqavilələrin hamısına, o anlaşmaların hamısına sadiq olduğumuzu bildiririk və mən bir prezident kimi bəyan edirəm ki, onların hamısı ardıcıl surətdə həyata keçiriləcəkdir. Ancaq onlarla bərabər bu yeni anlaşma Türkiyə-Azərbaycan əməkdaşlığının, strateji əməkdaşlığının dərinləşməsi, bu bizim əlaqələrimizi keyfiyyətcə çox yüksəklərə qaldırır və həm Türkiyənin, həm Azərbaycanın üzərinə yeni vəzifələr və eyni zamanda çox böyük məsuliyyət qoyur. Mən əminəm ki, Türkiyə-Azərbaycan dostluğu son illərdə böyük sınaqlardan keçərək indi artıq əyilməz bir qayadır və bundan sonra da bu dostluq inkişaf edəcəkdir və imzaladığımız sənədi də, yəni müqaviləni də biz müvəffəqiyyətlə, uğurla həyata keçirəcəyik. Bu anlaşma ilə əlaqədar bir neçə başqa anlaşmalar da imzalanıbdır. Onlar Türkiyə-Azərbaycan əlaqələrinin həm iqtisadi, həm mədəni, həm başqa əlaqələrin daha da inkişaf etməsinə yönəldilibdir. Onların hamısı, bir daha qeyd edirəm, çox böyük əhəmiyyət kəsb edir.